Ya Allah, ya Allah. Allah sizə rəhmət eləsin. Nə qədər çətin də olsa, konsertin də adını belə anacan sənin adınla elədim, Nailə xanım. İnanmazdım ki, bax mahnının da adı elədi. Gör ha, necə yazıb girmirsən ki. İnanmazdım ki, mənə oğul deyən adam, ana dediyim adam bax indi gətirib sənin konsertdə yox, sən mənə konsertdə gül verməliydin, mən sənə gül verirəm. Allah sən Müğənni Niyəm Səlami bəstəkar Nailə Mirməmmədli ilə bağlı paylaşım edib. Müğənni Nailə xanımın məzarını ziyarət edib. Bu gülləri siz mənim konsertimə gətirməliydiniz. Mən sizin məzarınıza yox, ruhlarınız şad olsun. Qeyd edək ki, bəstəkar 4 yanvar 2021-ci ildə ürək tutması xəstəliyindən vəfat edib.